Axırıncı dəfə Moskvaya gedirdim, görüşüb ayrışanda elə bilirdim ki, gələcəm bir də görüşəcəyik. Səni möhkəmlə qucaqlamadım. Anacan, bugün 8 Mart Qadınlar Bayramı günüdür. Gəlmişəm sənin 8 Mart bayramını təbrik edeyim. Cənnətdəki 8 Mart Qadınlar Bayramı günü mübarək olsun ana. Allah sənə qəni-qəni rəhmət eləsin. Mənim mamam. Çox adam orada yazır ki, mama yox, ana. Ana sözü bizə sonradan gəlib, əziz insanlar. Mama sözü tam qədimdir. Ruslar mama sözün bizdən götürübdür. İlk uşaq dil açanda mama deyib, ya məmə. Süt verir əxanı. İlk dil açan uşaq anasına məmə deyir. Məmə, mama sözü də məmə sözündən götürülür. Bunu sonradan başqa millətlər bizdən götürüb, oğurluq desək biraz pis çıxar, götürüb mama kimi işlədirlər. Mama bizdən götürülür. Aslında ilk anıya mama deyil. Ana sözü də mama sözündən götürülür. Ana sözü sonradan gəldi. Kim ana deyil, kim mama deyil, hamıya hörmətindən yanaşıram. Allah bütün ölənlərimizi, ölən qadınlarımızın cənnətdəki 8 Mart bayramını mübarək eləsin. Allah bütün ölən analara da, ölən xanımlara da qəni-qəni Allah rəhmət eləsin. Cənnətdəki 8 Mart adı mübarək olsun.